Salam dostlar, bu videoda wait atributuna aid olan ikinci hissəni izah edəcəm. Wait nə üçün istifadə olunur? Wait əsasən aşağıdakı hallarda konfigurasiya edilir. İki ASP arasında əsas yolu seçmək üçün. Bu halda əsas ASP-yə yüksək wait dəyəri tətbiq etməliyik. Misal üçün əsas ASP-yə wait dəyəri 500, backup ASP-yə isə wait dəyəri 400 təyin edə bilərik. Hər hansı subnetə görə lokal seçim etmək üçün. Misal üçün 203.0.113.0/24 subneti bir neçə yerdən öyrənilirsə, yolun biri üçün wait dəyəri konfigurasiya etməklə həmin yolu daha üstün etmək olur. Bunun üçün 203.0.113.0/24 subnetinə wait dəyəri 200 təyin edə bilərik. BGP qonşularından öyrənilən rutlar üçün default wait dəyəri 0-dır. Bu səbəbdən hər hansı subnet üçün 0-dan böyük wait dəyəri tətbiq etməklə həmin rut alternativ rutlar arasında daha üstün olacaq. Cisco routerda lokal rut manipulyasiya etmək üçün. Əsas məqsədimiz yalnız bir dənə Cisco routerda BGP rutu seçimini dəyişdirməkdirsə, wait çox əlverişli atributdur. Wait BGP pass atribut kateqoriyalarından hansına aiddir? Wait standart BGP pass atribut deyil, Cisco-ya məxsus atributdur. Bu səbəbdən wait atributu well non-mandatory, well non-discretionary, optional transitive və optional non-transitive kateqoriyalarına aid deyil. Wait atributu hansı istiqamətdə təsir göstərir? Wait əsasən outbound trafik, yəni ki, routerdan digər şəbəkələrə gedən trafikin hansı istiqamətdən göndəriləcəyinə təsir etmək üçün istifadə olunur. Wait atributunun əsas üstünlükləri. Root seçiminin idarə edilməsi. Administrator istənilən routerda root seçimini asanlıqla dəyişə bilər. Lokal olaraq pass seçiminin dəyişdirilməsi. Bütün avtonom sistemlərinə təsir etmədən yalnız müəyyən routerda pass seçimini dəyişdirmək mümkündür. Çoxsaylı ASP bağlantılarının idarə edilməsi. 2 və ya daha çox ASP bağlantısı olan şəbəkələrdə çıxış yolunu təyin etmək üçün istifadə edilə bilər. Routemap ilə konfigurasiya. Routemap ilə istənilən prefikslərə wait dəyəri təyin etmək mümkündür. Wait dəyərini necə yoxlamaq olar? Cisco cihazlarda wait dəyərinə show IP BGP komandasından istifadə etməklə baxmaq olur. Hər hansı prefiks üçün wait dəyərinin yoxlanılması. Show IP BGP 203.0.113.0 komandası isə qeyd edilən prefiks üçün wait dəyərini göstərir. Yuxarıda qeyd edilən komandalar ilə wait dəyərini görə bilərik. BGP table'da wait sütunu rootun hansı wait dəyərinə malik olduğunu göstərir. Burada wait dəyəri 500, 100-dən böyük olduğu üçün 192.168 bir-bir üzərindən gələn root üstün olacaq. Niyə lokal rootun wait dəyəri 32.768-dir? Tutaq ki, yer 1-də 10.10.10.0/24 şəbəkəsi lokal olaraq mövcuddur və BGP network komandası ilə anons edilir. R1 eyni zamanda həmin prefiksi başqa BGP routerundan da öyrənir. Bu halda lokal root üçün wait dəyəri 32.768, BGP ilə öyrənilmiş root üçün isə wait dəyəri 0-dır. Lokal rootun wait dəyəri BGP qonşusuna öyrənilmiş rootun wait dəyərindən böyük olduğu üçün lokal root üstünlük qazanır. BGP wait haqqında imtahan və praktika üçün yadda saxlanılması vacib olan 5 məqam bunlardır. Wait Cisco-ya məxsus atributdur. Wait yalnız lokal routerda təsir göstərir. Wait BGP update mesajı vasitəsilə digər routerlara göndərilmir. Yüksək wait dəyəri qalib gəlir. Default olaraq BGP qonşularından gələn rootlar üçün wait dəyəri 0, lokal olaraq network və ya redistribute ilə BGP-yə daxil edilən rootlar üçün isə wait dəyəri 32.768-dir. Wait və lokal preferensin fərqi. Wait ilə lokal preferens tez-tez qarışdırılır. Əsas fərq onların əhatə dairəsindədir. Wait yalnız bir router daxilində root seçiminə təsir edir. Lokal preferens isə bütün avtonom sistem daxilində root seçiminə təsir edir. Lokal preferens internal BGP vasitəsilə digər routerlara ötürülə bilər və avtonom sistem daxilində outbound pass seçiminə təsir edir. Wait və lokal preferens hansı hallarda seçilməlidir? Yalnız bir routerda pass seçimini dəyişmək üçün wait atributuna istifadə etmək daha uyğundur. Avtonom sistem daxilindəki bütün routerlarda pass seçimini dəyişmək üçün isə lokal preferens daha uyğundur. Vacib nüans, wait rootun həqiqətən istifadə ediləcəyinə zəmanət vermir. Wait yüksək olsa belə, root əvvəlcə BGP üçün keçərli olmalıdır.
rootun next stopu əlçatan deyilsə, həmin root best path seçimində istifadə edilə bilməz. Başqa sözlə, next stop əlçatmazdırsa, həmin root keçərli hesab edilmir və best path seçimdə nəzərə alınmır. Wait və lokal preferensin əsas fərqləri bunlardır. Wait standart BGP atributu deyil, lokal preferens isə standart BGP atributudur. Wait atributu Cisco-ya məxsusdur, lokal preferens isə Cisco-ya məxsus deyil. Wait atributun default dəyəri lokal root üçün 32768, BGP ilə öyrənilmiş root üçün 0-dır. Lokal preferensin default dəyəri isə 100-dür. Wait atributu yalnız lokal routerda təsir edir. Lokal preferens isə avtonom sistem daxilində təsir edir. Wait atributu digər BGP routerlarına ötürülmür. Lokal preferens isə internal BGP vasitəsilə digər BGP routerlarına ötürülür. Wait və lokal preferens atributlarında daha yüksək dəyər üstün tutulur. Wait atributu lokal routerda çıxış yolunun seçilməsi üçün istifadə edilir. Lokal preferens isə avtonom sistem daxilində çıxış yolunun seçilməsi üçün istifadə edilir. Cisco cihazlarında BGP-də wait atributu ilk yoxlanılan əsas atributdur. Cisco cihazlarında atributların yoxlanılma sırası belədir. Highest wait, highest local preference, locally originated, shortest AS path, lowest origin, lowest med, external BGP over internal BGP, lowest IGP metric to next stop. İki root arasında wait dəyəri fərqlidirsə, daha yüksək wait dəyərinə malik root seçilir və sonraki atributlara ehtiyac qalmır. Əgər iki root arasında wait dəyəri eynidirsə, bir sonraki atributa baxılır. Wait atributunu izah etməyə çalışdım. Ümid edirəm ki, bu video şəbəkəni daha yaxşı öyrənməyinizə kömək edəcək. Öyrənmək istədiyiniz mövzuları şərh hissəsinə qeyd edin, onlara aid də videolar çəkək. Əgər video sizin üçün faydalı oldusa, like etməyi, şərh yazmağı və dostlarınızla paylaşmağı unutmayın.